İlahiyatçı Yaşar Qurbanovun təqdimatında Cümənin bərəkəti başladı. Rabbimize şükürler olsun, uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Bu güzel cümə gündə Rabbimiz dualarımızı qəbul eylesin. Bu güzel əmin-amanlıq yurdu vətənimizdə Rabbimize həmd olsun, Rabbimiz dualarımızı qəbul eylesin. Kimin nə istəyi arzusu varsa Rabbimiz istəyini arzusuna çatdırsın. Uca Rabbimiz əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eylesin. Uca Rabbimiz ölkəmizi qorusun, ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eyləsin. Amin. Artıq həqiqətən də demək, Ramazan ayını ayaq səsinə eşidirik. O mənada ki, Şaban ayı yaxınlaşır. Şaban ayı haqqında danışacaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Şaban ayında nə edərdi? Şaban ayı təxminən yanvar ayının 20-sindən başlayır və bu məqamda həqiqətən də qeyd etmək yerinə düşər. Yəni 20 yanvar bilirsiniz, 1990-cı il qanlı yanvar hadisəsi, hansı ki nə qədər şəhid verdik bu yolda, həqiqətən də xalqımıza qarşı törədilmiş böyük bir cinayət idi. Yəni bəşəriyyətdə ən şiddətli cinayətlərdən birisi idi. İnsanlığa qarşı keçirilən ən dəhşətli terror aktı idi. Şəhidlərimiz var. Biz hər zaman şəhidlərimizi yada salırıq. Ona görə də bu hadisələrdən sonra xalqımız, yəni bu milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Ona görə biz hər zaman yada salırıq və şəhidlərimizə dua edirik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. 20 yanvar şəhidləri, Qarabağ şəhidləri, 1-ci müharibə, vətən müharibəsi, bütün şəhidlərimizə Rəbbimiz qəni-qəni rəhmət eyləsin. Hər zaman biz onları rəhmətlə anmalıyıq. Bu bizim üzərimizə düşən borcdur. Həqiqətən də bugün biz belə bir gözəl, əmin-amanlıq yurdu vətəndə yaşayır. Rəbbimizə həmd olsun. Burada əlbəttə ki, şəhidlərimizin böyük rolu var. Hər zaman onları yada salırıq. 20 yanvar şəhidləri olsun və bütün şəhidlərimizi uca Allah Teala qəni-qəni rəhmət eyləsin. Məqamlarını uca eyləsin. Allah Teala bütün günahlarını bağışlasın, dərəcələrini ucaltsın. Amin, amin, amin. Ona görə də uca Allah Teala, baxın, kitabında buyurur: ey iman gətirənlər, rükû edin, səcdə edin, Rəbbinizə ibadət edin, xeyir işlər görün ki, nicat tapasınız. Ona görə də önümüzdə artıq bir neçə gündən sonra Şaban ayı başlayır. Şaban ayı ən əzəmətli aylardan birisidir İslamda. Rəcəb ayı ilə Ramazan ayı arasında. Artıq Şaban ayı gəldi. Ramazan ayına hazırlıqdır. Ramazan ayı daha nə qaldı ki? Amma bəzi insanlar görürsən ki, Şaban ayında ediləsi ibadətləri azaldı. Əksinə, Şaban ayında Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çoxlu, bol oruç tutardı, dualar artırardı. Baxın, deyir ki, Usam ibn Zeyd, deyir, ey Allahın Rəsulu, Şaban ayında Peyğəmbərin halını müşahidə edir və görürdü ki, bu ayda digər aylardan daha çox oruç tutur. Təəccüblənərək dedi: ey Allahın elçisi, səni Şabanda tutduğun qədər başqa heç bir ayda oruç tutan görmədim. Yəni müstəhəb, vacib olmayan oruclar içərisində. Vacib nədir? Ramazan ayı, hamısı tutulur. Amma digər aylara baxanda Peyğəmbərimiz çoxu orucla keçirib. Peyğəmbərimiz isə belə buyurdu: bu ay Rəcəb ilə Ramazan arasında olan bir aydır. İnsanların qəflətdə olduğu bir aydır. Bu ayda əməllərin aləmlərin Rəbbinə qaldırılır və mən istəyirəm ki, əməllərim qaldırılarkən oruclu olun. Yəni ilin əməlləri Şaban ayında Allah Teala'ya qaldırılır. Düşünün. Ona görə Şaban ayına yetişməyə görə hələ önümüzdə çox az günlər qalıb, sayılı günlər qalıb. Yetişməyə görə Allah həmd etməlisən ki, Allahım sən məni Şaban ayına yetişdir. Və bu ayda həqiqətən də Allah Teala'nın rəhməti əsərdir. Ramazan ayının yaxın gəlişindən xəbər verir. Möminlərin gözlədiyi və önəm verdiyi bir aydır. Həmçinin bu ay Quran oxuyanların ayıdır. Baxın, aləmlərin Rəbbinə əməllərin qaldırdığı aydır, ilin əməlləri. Ramazana hazırlıq ayıdır. Görəsən onun gəlişinə necə hazırlaşacaq? Bu ayın dəyərini hiss etmək lazımdır. Ona görə də Şabana
yetişməmişdən əvvəl nə ilə razılaşmalıyıq? Çoxlu əstəğfirullah, Rəbbim məni bağışla. Nəyə görə? Bir xeyir mövzusuna yaxınlaşarkən ona qovuşmaq və bərəkətli olması üçün Allahdan çoxlu bağışlama diləmək lazımdır. Bu bütün, yəni Quran ayələri, Peyğəmbərimizin kəlamları və bütün İslam alimləri buyurur. Nəyə görə? Çünki bəzən günahlar insanın xeyir işlərdə yarışmasına mane ola bilər. Sən Şaban ayından əvvəl çoxlu bağışlama diləyirsən, əstəğfirullah, ey Rəbb məni bağışla, günahlardan təmizlənirsən və bu aya bağışlanmaqla girirsən və bu ayın bərəkətindən daha çox istifadə edənlərdən olursan. Aram, Allahım bizi Şaban ayına qovuşdur. Çünki Şabandan sonra nə gəlir? Ramazan ayı. Ona görə Şaban ayı tənbəllik ayı deyil. Möminlər üçün hazırlıq ayıdır, tədarük ayıdır, yarış meydanına çıxmadan öncə məşq ayıdır. Baxın, Şaban ayı mömin üçün yarış vaxtı yaxınlaşan idmançı kimidir. O yarışa qəfil gəlməz. Məşqi də yarış gününə saxlamaz. Əksinə, öncədən məşqini artırar, bədənini çətinliyə alışdırar və iradəsini zəiflədən hər şeydən özünü saxlayar. Eləcə də möminin Ramazanı gözləyib tövbəyə başlamaz. Gecə namazını, orucunu və ya Quran oxumağı müqəddəs aya daxil olandan sonraya saxlamaz. Əksinə, Ramazana hazır vəziyyətdə daxil olar. Şabanda özünü oruca öyrədər, dilini zikrə alışdırar, gecə namazları qılar, Quranla ünsiyyətə başlayar. Baxın, ona görə idmançı məşqdə səhlənkarlıq etsə, yarışda uduzar. Mömin də Şabanda səhlənkarlıq etsə, Ramazana hazırlıqsız girməkdən hazırsız girər və bu da bir çox xeyirlərdən məhrum səbəb ola bilər. Ona görə kim Ramazanda ibadətində güclü, itayətində sabit, namazında, ibadətində, orucunda elə indidən başla. Baxın, salihlər, Həsən Basri'nin gözəl bir sözü var, deyir ki, Şaban ayı daxil olanda salihlərin halı dəyişər. Baxın, Allaha olan səmimiyyəti yüksələr. Deyərdilər ki, mömin həm yaxşılıq, həm də qorxu toplayar. Yəni, Allah birdən yetişdirməz qorxusu. Baxın, nə deyir alimlərdən birisi? Deyir ki, Rəcəb ayı əkin ayıdır. Şaban suvarma ayıdır. Yəni, bir toxumu. Ramazan isə məhsul yığım ayıdır. Kim Rəcəbdə əkməz, Şabanda suvarmazsa, Ramazanda nəyi yığacaq, nəyi toplayacaq? Baxın, ona görə də Ramazandan çalışmalısan ki, Ramazan ayı digər əvvəllərdən fərqli olsun. Fərqlilik də elə Şaban ayında başlayır. Ona görə Allah qatında əlbəttə ki, Şaban ayı ən dəyərli aylardan birisidir. Ona görə Şaban ayından başla. Qəlbini kin, həsəddən təmizlə. Təmizlə ki, bu Şaban ayında çox-çox ibadət edənlərdən olasan, çoxunu orucla keçirənlərdən olasan. Çünki Ramazan bir ətirdir. Paltar yuyulmadan ətirlənməz. Bu ay isə yuyulma ayıdır. Nəfsi günah və xətaların çirkindən təmizləmə ayıdır. Hamımızın səhvi var. Və ən gözəl insan kimdir? Səhvlərindən təmizlənən. Ona görə də Şaban ayında özünü oruca alışdır. Şaban ayının, Peyğəmbərimiz s.ə.v Şaban ayının çoxunu orucdan keçirərdi. Yəni Ramazan kimi deyil. İnsan var ki, Şaban ayının çoxunu orucdan keçirir, Ramazana birləşdirmək düzgün deyil. Ramazana 2 gün, 3 gün qalmış. Həftənin 1-ci, 4-cü günləri tuta bilərsən Şaban ayında və ya istədiyin qədər tuta bilərsən. Ona inşallah toxunacaq. Həmçinin kimlərin qəzası varsa, Ramazandan, keçən Ramazandan, elə fürsətdir bu Şaban ayında. Həm qəza niyyəti ilə, həm də Şaban orucu niyyətlə. Həm qəzanı aradan qaldırırsan, həm də Şabanda oruç tutmaqla üstəlik savaba nail olursan. Baxın, ona görə Şaban orucu Ramazan orucuna bir məşq kimidir. İnsan Ramazan orucuna çətinlik və ağırlıqla girməsin deyə Peyğəmbərimiz bu ayda çox oruç tutardı. Hətta buyurur ki, Ayşə anamız, Resulullah ilin heç bir ayında Şabanda tutduğu qədər oruç tutmazdı. Şabanı görünə qədər. Ona görə bu ayın fəzilətli günlərini istəyirsən həftənin 1-ci, 4-cü günü orucdan keçir. İstəyirsən gün aşırım orucdan keçir. İstəyirsən ardıcıl imkanına görə. Çünki soyuq aylardır. Soyuq aylarda oruç tutmaq rahatdır. Ona görə nə deyərlər salihlər? Qış möminin baharıdır. Mömin üçün bir qənimətdir. Gün qısadır, oruç tutmaq rahatdır. Həmçinin
çoxlu zikr eləmək, əstağfurullah zikri və digər zikirlər. Ona görə də Allahın kitabına, Quran-ı Kərimə sarılmaq, oxumağa indidən başla. Şaban ayında qarilər Şaban ayından başladılar Quran oxumağa. Baxın, kim Şabanda Quran açmazsa, Ramazanda ona ağır gələr deyir. Ənəs ibn Məlik buyurur ki, deyir ki, bizim zamanımızda müsəlmanlar Şaban daxil olda Qurana yönələrlər. Onları oxuyar və öz zəifliklərini oruca gücləndirmək üçün hətta bəziləri malların zəkatını belə Şaban ayında belə çıxardardılar. Ramazana az qalmış. Ona görə Şaban həmçinin Quran ayıdır. Tabinlərdən, yəni sahabilər dövrünü yaşamış tabinlərdən birisi deyir ki, Amr ibn Qeys, Şaban ayı daxil olduqda hər işini tərk edərdi, imkanına görə Quran oxumağa çəkilərdi. Yəni gecənin bir hissəsini Quran oxumağa ayır. Necə ki, Peyğəmbərimiz s.ə.v o qədər çox oruç tutardı ki, deyərdi ki, artıq iftar etməyəcək deyərdi. Bəzən də o qədər iftar, yəni daimi tutmazdı, deyərdi ki, oruç tutmaz. Peyğəmbərimiz belə idi. Amma Rasulullah Ramazandan başqa hər hansı bir ayı tam orucla başa vurmazdı. Sadəcə Şaban ayında tutduğu qədər oruç tutan deyir, görmədi. O Şaban ayı demək olar, çoxunu orucla keçirərdi. Şabanın az bir hissəsindən başqa hamısını orucla keçirərdi. Baxın, nə gözəl bir, mübarək bir, bərəkətli bir aydır Şaban ayı. İlin əməlləri Allaha qaldırılır. Və istəyirəm ki, içində oruc olsun. Niyə görə? Çünki oruc Allah üçün ən sevimli əməllərdən birisidir. Ona görə, yəni, mübarək aydır bu, Şaban ayı. Önümüzdə bir az günlər qalıb. Peyğəmbərimiz s.ə.v çoxunu neyniyib? Orucla keçirib. Ona görə Peyğəmbərin Şaban ayındakı orucu digər aylardakı orucdan daha çox könüllü ibadətdir, vacib deyil. O Şaban ayının böyük hissəsini oruç tutardı. Peyğəmbərimiz soruşanda ki, niyə ey Allah Rasul? Deyir, bu ayda insanlar biraz qafil olurlar, yəni unutqan olurlar. Çünki Ramazana yaxın olduğu üçün hamısı Ramazanı gözləyir, ibadətlərdə, oruc ibadətinə önəm vermirlər. Ona görə istəyirəm ki, əməllərim içərisində oruc olsun. Çünki əksində ilin əməlləri məhz bu Şaban ayında Allaha yüksəlir. Ona görə hətta alimlər buyururlar ki, Şaban ayı tutulan oruc haram aylara tutulan orucdan daha fəzilətlidir. Könüllü oruc yəni. Yəni müstəhəb oruc. Ramazana yaxın olanıdır. Şabanı tuturuq, Ramazan orucu tuturuq, Ramazandan sonra Şəvvaldan da artıq tutur. Yəni Ramazanın əvvəldə oruc, Ramazan özü oruc, Ramazandan sonra da oruc. Görün, nə gözəl bir nədir? Əməldir bu, hansı ki, önümüzdə günlər qalıb. Peyğəmbərimiz s.ə.v müstəhəb orucunu, baxın deyir, belə keçirər. Deməli, bu mühüm bir məsələdir. Həmçinin, baxın, Ramazan ayından kimin qəzası qalıbsa, növbəti Ramazana daxil olmamışdan elə bir fürsətdir ki, bu ayda nədir? Orucları, Şaban ayında məhz orucları tut. Bəli, saxlama Ramazan ayına. Belə bir fürsətdir. Ona görə nə deyirlər? Baxın, insanın əməli Allaha qaldırılır. Bütün əməllərimiz. Birinci mərtəbə nədir? Gündəlik qaldırma. Yəni, bu da sübh namazında və əsr namazında baş verir. Bunu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur. Gecə mələkləri və gündüz mələkləri sizin aranızda növbələşirlər. Onlar sübh namazında və əsr namazında bir araya gəlirlər. Sonra gecəni sizinlə keçirən mələklər Allaha yüksələrlər. Allah daha yaxşı bildiyi halda soruşar, bəndlərimi hansı halda tərk etdiniz? Onlar deyərlər, biz onları namaz qılarkən tərk etdik. Və namaz qılarkən gəldi. Yəni, sübh namazına vaxtını qılırlar, əsr iki namazında nədir? Vaxtını qılırlar. İkinci mərtəbə nədir? Həftəlik əməllərin qaldırması. Bu da cümə axşamı baş verir. Yəni, həftənin 4-cü günü. Peyğəmbərimiz buyurur ki, Adəm övladının əməlləri hər cümə axşamı, yəni cümə gecəsi Allaha təqdim olunur. Qohumluq əlaqəsini kəsən əməli isə deyir, qəbul olunmaz. Yəni, səbəbsiz yerə qohumluq əlaqəni kəsənlərin əməlləri nədir? Allaha deyir, yüksəlməz. Üçüncü mərtəbə, bu da Şaban ayında baş verir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur. Soruşanda ki, niyə Şaban ayının çoxun orucuna keçirsən? Dedi ki, bu Rəcəb ilə Ramazan ayında insanların unutduğu
qəflətdə qaldığı bir aydır. Bu ayda əməllər aləmin Rəbbinə qaldırılır. Mən istəyirəm ki, əməlim qaldırılarkən oruclu olsun. Yəni ilin əməlləri. Ona görə də insanlar ki, o Peyğəmbərimizin buyurduğu kimi ibadətə biraz soyuq yanaşırlarsa, sən o zaman ibadətdən keçirirsənsə, bu Allah dərgahında daha üstün əməldir. Baxın, insanların qəflətdə qaldığı vaxtlar, o zaman edilən ibadət Allah dərgahında daha üstündür. Bu həmçinin onun hərisliyinə dəlalət edir. Buna görə də Şaban ayını ibadətlə keçirmək lazımdır. Belə bir fürsət var. Baxın. Rəbbimizə həmd olsun. Allah Teala müəyyən vaxtlar, zamanlar ayırıb ki, biz daha çox Rəbbimizin rəhmətinə nail olaq. Ona görə Şaban Ramazan üçün bir müqəddimə olduğu üçün Ramazanda icra olunan ibadətlər, oruç tutmaq, Quran oxumaq bu ayda buyurulub ki, Ramazanı qarşılama hazırlıqlı olaq, nəfsimiz alışsın, rahat olaq. Nə deyərdilər? Şaban ayı Quran oxuyanların ayıdır. Çox Quran oxuyanların ayıdır. Ona görə də yəni Peyğəmbərimiz çoxunu orucla keçirib. Yəni aydan 3 gün də tuta bilərsən, hər aydan 3 gün oruc, müstəhəb oruc həftənin 1-ci, 4-cü günü. İstəyərsən Davud əleyhissalam orucunu tuta bilərsən. Davud əleyhissalam necə tutardı? Gün aşırım. Baxın. Bəzən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çox zaman, yəni 1-ci, 4-cü gün oruclarını tutar. Amma bir nəfər desə ki, mən daha çox tutmaq istəyirəm, Ramazana birləşdirmədən istədiyi qədər nədir? Orucla keçirə bilər. Çünki bu Ramazana hörmət və ehtiram göstərməkdir. Düşün ki, sən orucla Allahın rəhmətini qazanırsan və Ramazana yaxın qalmış orucla keçirirsən, görün Ramazana ən çox istifadə edənlərdən olacaqsan. Həmçinin oruc tutmağı bacarmırsan, Şaban ayında çoxlu zikir elə, çoxlu dua elə, əstağfurullah zikrini xüsusilə dilindən düşürmə. Niyə? Ramazan ayına daha pak, təmizlənmiş qəlbi rahat halda girərsən. Həmçinin baxın, gözəl bir söz deyir. Baxın, Şaban ayının orucu vacib namazların müstəhəb sünnələri kimi. Bilirsiniz, vacib namazları var. Sübh namazı, günorta namazı. O namazlara bağlı müstəhəb namazları var. Sünnə namazlara deyirlər. Deyirlər ki, Şaban ayının orucu da məhz Ramazan ayının yəni namazlarda olan sünnələr, müstəhəblər kimidir. Baxın. Həm Allaha əməllərin qaldırdığı və həmçinin Şaban ayının 15-ci gecəsi var. O barədə danışacaq. Allah Teala deyir, o gün qullar nəzər salar, qovumlu əlaqələrin kəsmə istisna olmaqla hər kəs nədir deyir? Bağışlayar. Yəni önümüzdə böyük bir nədir? Fürsət gəlir. Bir neçə gündən, yəni artıq nədir? Şaban ayı yaxınlaşır. Demək, Şaban ayına yaxınlaşmaq üçün, Şaban ayını daha gözəl ibadətlə keçirmək üçün nə edəcək? Dilimizdən düşürməyəcək. Əstağfurullah zikrini. Niyə? Əstağfurullah insan bağışlananda Allah onu xeyirli işlərdə daha çox nədir? Müvəffəq edər. Rəbbimiz bizləri Şaban ayına yetişdirsin. Şaban ayını xalqımız üçün xeyirli, bərəkətli eləsin. Bol-bol ibadətlərlə keçirək, dualarla keçirək, zikirlərlə keçirək. Rəbbimiz Ramazan ayına yetişdirsin bizləri və bizlərə qəbul etsin. Allah Teala bu ili daha gözəl, xeyirli, bərəkətli eləsin. Xalqımız üçün, bu gözəl vətənimiz üçün Allah Teala daha da əmin-amallığımızı artırsın. Bu gözəl vətənimizi qorusun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Amin, amin, amin. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Sıxıntılarımızı aradan qaldırsın. Cümənin son saatları artıq başlayıb. Yəni günəş batana qədər nə gözəl vaxtlardır. Duaların vaxtlardır. Vaxtlar da yavaş-yavaş uzanır. Daha çox dua etməyə vaxtımız olacaq. Baxın nə deyir? Nəyə görə oruç tutmaq? Baxın, yəni Şaban ayında müstəhəb oruc. Baxın, deyir ki, Əbu Səid Əl-Xudridən gələn rivayətdə Peyğəmbərimiz buyurur. Allah yolunda bir gün oruç tutan elə bir bəndə yoxdur ki, Allah o günün səbəbi ilə onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırmasın. Bir oruca görə. Əbu Məmmə deyir ki, ey Allahın Rəsulu, mənə elə bir əməl göstər ki, Allah onunla mənə fayda versin. Dedi, oruca sarıl. Çünki onun tayı bərabəri yoxdur. Oruç tut. Çünki onun bənzəri yoxdur. Onun tayı yoxdur, deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Şaban ayı nədir? Belə bir müstəhəbdir. Baxın, nə deyir Peyğəmbərimiz? Axır bir gün orucla tamamlanan kəs cənnətə daxil olar. İnsan var ki, orucu o qədər sevir, müstəhəb əməlləri sevir, orucu sevir. Allah onu öz dərgahına orucla aparır. Ona görə də, yəni ömrü bir gün
orucla tamamlanan, ister orucu halda vefat etsin, ister de orucdan sonra cennete evvelkiler birlikte dahil olan bir insan olar. Oruç bu kadar nedir? Güzel bir şeydir. Bakın ne diyor Peygamberimiz sallallahu aleyhi ve sellem. Oruç ve Kur'an kıyamet günü bende için şefaat eder. Oruç diyer, ey Rabbim, ben onu yemekten ve şehvetten sakladım. Beni onun barəsində şəfaətçi elə. Quran deyər, ey Rəbbim, mən onu gecələr yuxudan saxladım. Quran oxuyar gecələr. Məni onun barəsində şəfaətçi elə. Allah buyurar, onların hər ikisi də şəfaət edər. Ona görə də artıq bütün bilirsiniz, dünya bunu deyirlər. Yəni insanın ac qalmasında fayda var. İndi su orucu deyirlər, bilirsiniz. Uzun müddət yəni yemək yeməmək. Elə isə oruç da gözəldir. Misal üçün bazar ertəsi birinci gün, dördüncü gün oruç tutmaq, aydan 3 gün oruç tutmaq. Bir nəfər soruşur ki, misal üçün, mənim niyyətim orucdur. Həmçinin bununla bərabər niyyət edirəm Allah üçün oruç tutmaq, müstəhəb oruç. Həmçinin bunun içərisində bir istəyim də var ki, bu mənim üçün bir rejim olsun, arıqlamaq üçün. Bu su orucu kimi deyirlər də. Tuta bilərəm, əlbət tuta bilərsən. Əsas niyyətin nədir? Allah üçün oruç tutmaq. Onun içərisində var ki, arıqlayacağım. Yəni bədənimdən zəhərli maddələr gedəcək və s. Çünki oruç çox faydalıdır. Orucun faydası haqqında. Ona görə də nədir? Bəli, orucu tuta bilərsiniz. Şaban ayı nədir? Həmçinin gözəl bir aydır. Şaban ayı üçün gecədən niyyət vacibdirmi? Xeyr. Müstəhəb oruclarında gecədən niyyət vacib deyil. Gecədən niyyətin vacib olması Ramazan orucuna aiddir. Və yaxud da ki, qəzaya aiddir. Ramazan qəzasını tutursansa, gecədən niyyət edirsən. Amma müstəhəb orucda gecədən niyyətə ehtiyac yoxdur. Sahura da qalxmağa ehtiyac yoxdur ümumiyyətlə. Və yaxud da səhər durdun, hələ yeməmisən, gün ortaya qədər. Deyirsən, oruç tuturam, tuta bilərsən, bəli. Ona görə nədir? Həmçinin istədiyin günlər tuta bilərsən, gün aşı tuta bilərsən. Bir gün oruç tut, bir gün iftar et. Peyğəmbərimizin yanına sahabə gəldi, ya Abdullah ibn Amr gəldi, ya Allah Resulü, daha çox oruç tutmaq istəyirəm. Daimi deyir ki, xeyr, aydan 3 gün tut, deyir, gücüm çatır. Həftədə deyir, 1-4 tut, daha da gücüm çatır. Ən son nədir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? O zaman deyir, bir gün tut, bir gün aç. Bundan fəzilətini istəyirəm, deyir ki, ən fəzilətli oruc Davud əleyhissalam orucudur, gün aşırı. İnan, insanlar var ki, bizim dinləyicilərimiz, analar var ki, eləsi var ki, 10 il, 15 ildə Davud əleyhissalam orucunu tutan insanlar var. Allah sevdirib bu ibadət var. Amma Şaban ayında çalışaq, 1-ci, 4-cü günü orucunu tutaq. İstədiyin qədər nədir? Ardıcı tuta bilərsən, fərq etməz. Ona görə nədir? Ən gözəl ibadətdir ki, müstəhəb ibadətinə keçirmək bu ay. Həmçinin, əlbəttə, gecə namazları, çoxlu zikr eləmək, çoxlu dua eləmək. Amma insan zəifdirsə, ancaq Ramazan ayında oruç tuta bilirsə, Şaban ayında özünü yormasın. İnsanın bədəninə görə özünü saxlası nədir? Əlbəttə ki, Ramazan ayına. Amma gücün, taqətin varsa, oruc, onsuz da ki, oruc o qədər faydalıdır ki, tibbi cəhətdən biz hər zaman Ramazan ayında toxunuruq. Üstəlik bunu, yəni nə qədər indi tibb özü deyir, ac qalmaq müəyyən bir müddət. Yəni onu həkimlər qərar verirlər. Yəni bu gözəl bir ibadətdir. Elə isə oruc tutaq, niyyətimiz olsun, savab qazanmaq. Ola bilər ki, mənim niyyətim həm savab qazanmaqdır, həm də misal üçün arıqlamaqdır və s. Onlar əlbəttə əsas niyyətin olmalıdır ki, bu ibadətdir, mən bu ibadəti Rəbbim üçün nədir? Edirəm. Amma o insan ki, şəkər xəstəsidir, amma həkimlə məsləhətləşmək lazımdır, insanın xəstəliyi varsa, diqqətli olmaq lazımdır. Mütləq belə məsələlərdə tibbə başvurma, həkimə müraciət etmək lazımdır ki, mən oruc tuta bilərəm, tuta bilmərəm. Ona görə insan nədir? Özünə də əziyyət verməz. Əgər gücü çatırsa, müstəhəb orucu tuta bilər. Əgər ancaq buna gücü çatırsa, Ramazan ayında tutma, o zaman Ramazan ayına saxlasın. Rəbbimizə həmd olsun, yəni həqiqətən də gözəl günlər önümüzdədir. Rəbbimiz bizləri Ramazan, Şaban ayına qovuştursun, bol-bol ibadət etməkdə Rəbbimiz bizlərə güc versin, müvəffəq eyləsin. Ona görə əstəğfirullah, bütün alimlər buyurur. Xeyr mövsümlərinə yaxınlaşanda, xeyr aylarına yaxınlaşanda müvəffəq olmaq üçün əstəğfirullah, Rəbbim məni bağışla, Rabbi xfir, Rəbbim məni bağışla. Yəni, çox nədir dualayım. Həmçində, ya Razzaq, baxın, ya Razzaq, ey bol ruzu verən, ya zəl quvvətil mətin, ey quvvət, yəni güc sahibi, mətin sahibi, ey bol ruzu verən, ey qüvvət sahibi, ey möhkəm və güclü olan, Zariyyə surəsi 56-cı ayədən,
İnnallahu razzaq zul kuvvetil metin. Allah bol ruzu verəndir, zul kuvvetil metin, güc qüdrət sahibidir. Bir nəfər deyir ki, mən bu Zariyat surəsi 56-cı ayəsini əməl etdim. Necə əməl etdim? Ya Razzaq, ya zəl quvvətil mətin. Dedim, ey bol ruzu verən, ey qüvvət sahibi, ey möhkəm, mətin, ey güclü olan. Səcdədə bu adlarla Allaha yalvardım. Rəbbimə həmd olsun ki, Allah mənə bol xeyir qapılarını açdı. Çünki bu təsirli duadır. Çünki Allahın qüdrətini əsas alırsan. Allahın əzəmətli adları duanın elə özüdür. Ya Razzaq, ya zəl quvvətil mətin. Elə öz dilimizdə də demək. Ey bol ruzu verən, ey qüvvət sahibi, ey mətin, möhkəm, ey güclü olan. Bu dua insanın ehtiyacını birbaşa Allahın qüdrətinə bağlayır. Ya Razzaq, ruzu verən yalnız Allahın olduğunu etiraf edirsən. Səbəblər tükənsə də, ya Razzaq, sənin xəzinələrin tükənməz. Ya zəl quvvətil mətin, bütün gücün yalnız Allaha aid olduğunu deməkdir. Yəni mən acizəm. Sən hər şeyə qadirsən. Allahın gücünün sarsılmaz, daimi və möhkəm olduğunu xatırlayırsan. Yəni Allah bu adla dua edirsən. Sənin verdiyin ruzu da, açdığın yol da daimidir. Yarı yolda qalmaz. Yəni bu adlara səcdə dua edə bilərsən. Cümənin son saatlarında dua edə bilərsən. Çünki səcdə niyə? Çünki qulun Allahla arasında ən gözəl an nədir? Səcdə anı. Həmçinin öz acizini etiraf edirsən. Rəbbin isə sənə yaxındır. İnsan bu halı sanki deyir ki, ey Rəbbim, mən gücsüzlüyümü kənara qoydum. Öz gücümə güvənmirəm. Sən isə sən qüdrətini üzərimə indir. Ona görə də bu dua nədir? Təsirlidir. Yəni sənə yönəldirəm. Ey Rəbbim, sənin qüdrətinə söykənirəm. Ümidsizliyə yox, Rəzzaq olan sənə güvənirəm. Allahın əzəmətli adları ilə edilən dua həqiqətən qəlbin bir etirafıdır. Və belə bir etiraf cavabsız qalmaz. Dinləyicilərimiz bu duanı biz öyrətmişdik, Rəbbimizə həmd olsun. Dinləyicilərimiz deyir ki, biz bu duanın təsirini gördük. Çünki Allahın əzəmətli adları ilə edilən bütün dualar nədir? Çox nədir? Möhtəşəm dualardan birisidir. Yəni bu duaları gəlin artırağın, çox edəyin, dilimizdən düşürməyin. Həmçinin cümənin son saatlarına yaxınlaşırıq. Baxın, bu son saatlarda salihlər nə edərdilər? Əlini aç, evindəsən dua ilə, avtomobilində evinə gedirsən dua ilə, iş yerində dua ilə. Çünki cümənin son saatları, yəni artıq başlayıb, günəş batana qədər ən gözəl nədir? Duaların qəbul olunma vaxtlarıdır. Nə qədər insan var ki, şəfa tapmasına səbəb olub, qapıların açılmasına səbəb olub, evlənməyinə səbəb olub, istəklərini Allahdan istə. Evindəsən, oturmuşsan, qibləyə yönəl. Bəzi salihlər vaxtına, imkanına görə cümə günü məsciddə oturardı və ya evində oturardı, əsr namazına ta günəş batana qədər dualarını əsirgəməzdi. Yəni, bu gözəl bir fürsətdir. Həmçinin duaların qəbul olmaq üçün çoxlu nədir? Peyğəmbərimizə, onun əhl-i beytinə salavatı nədir? Dilindən düşürmə. Çoxlu salavat gətir, dua elə. Salavat gətir, dua elə. Ona görə nə deyir alimlərdən birisi? Yəni salavat barəsində. Baxın nə deyir? Dahi alimlərdən səxavi birisi. Peyğəmbərimizə salavatda bir kitab yazan alimlərdən birisi. Allah rəhmət eləsin. Nə deyir? Peyğəmbərə salavat və salam göndərmək ən bərəkətli və ən üstün əməllərdəndir. Bu, din və dünya baxımından ən çox fayda verən əməllərdəndir. Ağıllı və salih insan üçün böyük savab vəd edən bir ibadətdir. O əməllərin xəzinələrini toplamağa can atan və ümidlərin ən gözəl bəhrəsini əldə etmək istəyən kəslər üçün qiymətli bir fürsətdir. Çünki bu əməl digər əməllərdə və sözlərdə tapılmayan böyük fəzilətlərə, şərəfli üstünlüklərə və saysız hesabsız faydalara malikdir. Allahın Peyğəmbərinə saysız hesabsız salavat və salamı olsun Peyğəmbərinə, onun əhl-i beytinə. Yəni fürsətdir, dilimizdən nədir? Düşürməyəyin. Həmçinin nədir? Cümənin son saatları dualar qəbul edirik. Biz hər zaman dinləyicilərimizə bərabər dualar edirik, amin deyirik. Çünki sən duaya amin deyə də duaya şərik olursan. Bəli. Ona görə nədir? Baxın, cümənin son saatları əsr ilə məğrib arasında uzanan o mübarək zaman dilimi duaların qəbul olunduğu ilahi bir fürsətdir. Bu anlar rəhmətin coşduğu, mərhəmət qapılarının
ardına qədər açıldığı anlardır. Məhz bu səbəbdən qəlbimizi Allaha yönəldək, dilimizi dua ilə yaşardaq. Çünki bu saatlar, baxın, bu saatlar, yəni sükutla möminlərin gözlədiyi bir vaxtlardır. Gəlin dua edək, amin deyək. Amin deyən dilləri var olsun. Rəbbimiz dualarımızı qəbul eləsin. Ey mərhəmətlərin ən mərhəmətlisi, ey bənzəri tayı bərabər olmayan Rəbbimiz, əllərimizi sənə açmışıq. Dinləyicilərimizlə bərabər bu gözəl əminamanlıq yurdunda sənə həmd olsun. Bizləri rəhmətindən məhrum etmə. Biz çox acizik. Ey Rəbbimiz, günahlarımızla özümüzə, nəfsimizə zülm etmişik. Bizləri bağışla. Ya Qaffar, Ya Rəhim, Ya Rəhmən. Allahım, həmdin təkcə sənə məxsusiyyət naminə səndən diləyirik. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Təksən heç bir şərikin yoxdur. Lütufkar və səxavətlisən. Ey səmaların yerin xaliqi, ey cəlal, əzəmət və kəramət sahibi, ey əbədi və əzəli olan, səndən cənnəti istəyirik. Cəhənnəmdən sənə sığınırıq. Ey Rəbbimiz, səndən çox razıyıq. Sənə həmd sənalar olsun. Sənə çoxlu şükürlər olsun. Sənin çoxlu salamın və salavatın olsun. O nur üzlü Peyğəmbərimizə, onun əhl-i beytinə, əshablərinə. Ey Rəbbimiz, bizləri doğru yolda hər zaman sabit eylə. Ya Məlik, Ya Rəzzaq, bizlərə dünya və axirətin bütün gözəlliklərini bəxş eylə. Allahım, ruzimizlə, qismətimizlə, xoşbəxtliyimizlə və uğurluğumuzla aramızda geniş qapılar aç. Sən qapıları açanların ən xeyirlisən. Ey Rəbbim, həqiqətən sənin bizə göndərdiyin hər xeyrə möhtacıq. Ey Rəbbimiz, sənsən ruzu verən, qüdrət, güc sahibi. Allahım, bizə bol ruzu və geniş ruzu nəsib eylə, bərəkət nəsib eylə, ey Rəbbimiz. Halımızı ən yaxşı hala çevir. Borclarımızı ödəməkdə bizə yardım eylə, ey Rəbbimiz. Ya Vadud, qəlblərimizi sevginlə və nurunla doldur. Bizləri çox sevdiyin, razı qaldığın qullarından eylə, ey Rəbbimiz. Bizləri gecə namazı qılanlardan eylə, dərəcələrimizi artır, ey Rəbbimiz. Ucağına inandığımız, rəhmətinə sığındığımız, yardımından heç ümid kəsmədiyimiz ilahımız, sənə sığınmışıq. Bizi bağışla, bizə rəhm eylə, bizi doğru yola yönət. Bizə can sağlığı və ruzu bəxş eylə, bizi islah eylə və ucad. Allahım, bizi ruziləndiyinlə qənaətləndir, onu bərəkətli eylə. Hər bir itirdiyimizin əvəzinə daha da xeyrlisi nəsib eylə, ey Rəbbimiz. Sənə sonsuz şükürlər olsun, həmd olsun. Ya Səməd, bizi elə zəngin et ki, səndən başqasına möhtac olmayaq. Ey əzəmətli olan, ey hər şeyə gücü yetən, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey şəriksiz olan uca Rəbbimiz, lütfündən layiq gör bizi. Sənin qəzəbindən düçar olmaqdan qoru bizi. Ya Şafi, xəstəmizə şəfa ver. Ya Fəttah, subaylarımıza evlilik qapısını aç. Salih övladlar bəxş eylə. Dualarımız cavab gecikir deyə ümidsizliyə qapılan kəslərdən etmə bizləri. Dualarımızı qəbul eylə. Ya Allah, ya Mucib, ey mərhəmətli, qüdrəti sonsuz, səxavət sahibi olan uca Rəbbimiz, ruzumuzu bol bərəkətli eylə. Dünya üzüntüsündən, axirət əzabından sənə sığınırıq, ey Rəbbimiz. Vaxtımızı sənin xeyir bildiyin işlərdə sərf etməkdə bizi məhvəq eylə, ey Rəbbimiz. Ya Məndən, ya Zəlcəlal və İkram, sənə qarşı həmişə gözəl zəndə olmağı bizə bəxş eylə, ey Rəbbimiz. Sənə hər işimizdə təvəkkül etməyi bizə nəsib eylə. Sənə dost doğru ümid edən bəndlərinə eylə bizləri. Sən bizim ata-anamıza soru-sualsız birbaşa cənnətə girməyi nəsib eylə. Ey əvəzsiz nemətlər bəxş edən ilahımız, ey mərhəməti, səxavəti sonsuz olan uca Rəbbimiz, hər ki dünyanın bütün gözəl nemətləri səndən istəyirik, ey Rəbbimiz. Sən bizim Rəbbimizsən, biz də sənə aciz, sənə möhtac qullarınıq. Sən bizi yarattın, səndən başqa ilahımız yoxdur, ey Rəbbimiz. Səndən diləyirik, bir-birindən gözəl xeyir qapılarını aç üzümüzə, hər işdə xeyirlisi nəsib eylə bizlərə. Övladlarımızı qoru, ey Rəbbimiz. Övladlarımıza xeyir yollarını aç, ey Rəbbimiz. Dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eylə, ey Rəbbimiz. Övladlarımızı gözümüzü nuru eylə, övladlarımızın başını uca eylə. Sən bizi də nəslimizlə namaz qılanlardan eylə. Övladı olmayanlara gözlərinin nuru olca salih övladlar bəxş eylə. Bütün müsəlmanların övladlarını islah eylə. Övladlarımızın ruhsunu bol bərəkətli eylə, ey Rəbbimiz. Övladlarımızı ucalt, ey Rəbbimiz. Onları xəta bəlalardan qoru, ey Rəbbimiz. Həqiqətən hər şeyin sahibi sənsən. Səndən fəzilətə, rəhmətin istəyirik. Həqiqətən onların sahibi yalnız sənsən. Günahımızı bağışla, evimizi geniş, ruzumuzu bol bərəkətli eylə, ey Rəbbimiz.
Ey Rəbbimiz, bu gözəl vətənimizdə sənə dualar edirik. Ey Rəbbimiz, üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Sən bizim bu gözəl vətənimizi məhkir düşmənlərin hilələrindən qoru. Sən bizim dövlətçiliyimizi qoru. Ey Rəbbimiz, müstəqilimiz daimdir, gücdə elə. Ey Rəbbimiz, üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Sən bizim əskərlərimizi qoru. Ey Rəbbimiz, bütün şəhidlərimizə qəni-qəni rəhmət eyle. Ey Rəbbimiz, səndən istəyir. Ey Rəbbimiz, rəhbərimiz İlham Əliyevin ömrünü uzun eylə, başını hər zaman uca eylə, bütün işlərində müvəffəq eylə. Sən daim hifzində saxla, onu ailəsini qoru. Düşmənlərin hilələrini puç eylə. Ey Rəbbimiz, bütün işlərində bərəkət ver, başını hər zaman uca eylə. Ey Rəbbimiz, ümumi liderimiz mərhum Heydər Əliyev qəni-qəni rəhmət eylə. O xalqımızın müstəqilliyi və sabitliyi üçün misilsiz xidmətlər göstərmiş. Ən çətin günlərdə millətin yanında olmuşdur. Allahım, bol-bol rəhmət eylə, ruhunu şad eylə. Ey Rəbbimiz, rəhbərimizin anası mərhum Zərifə anaya rəhmət eylə, ruhunu şad eylə, məqamını uca eylə, qəbrini nurla doldur. Ey Rəbbimiz, sənə dualar etdik. Dinləyicilərimiz bərabər bu gözəl əminamanlıq yurdunda, ey Rəbbimiz, sənə həmd olsun bu gözəl vətənimizə görə, əminamanlıq yurduna görə. Əminamanımızı daim eylə, dualarımızı qəbul eylə, bizləri sevindir. Kimin nə isti arzusu varsa cümənin bu son saatlarında Allah'ın istəyini arzusuna çatdır. Sevindir bizləri dualarımızı qəbul etməklə. Amin, amin, amin.